Salam, hər vaxtınız xeyir olsun əziz El Televiziyasının tamaşaçıları, hörmətli yarışma iştirakçıları. Siz elimizin kanalında regionun ən savadlı gənclərinin biliklərini sınaq meydanı olan Elin Zəkası bilik yarışmasını izləyirsiniz. Xatırladım ki, birinci tur çərçivəsində püşkatmanın nəticəsinə uyğun olaraq bugün yarışmamızda 2 komanda yarışacaqdır. Mən məhz elə bu məqamda bugünkü yarışma gününün iştirakçısı olan komandalarla sizləri tanış etmək istəyirəm. Qeyd edim ki, bugünkü yarışma gününün iştirakçısı olan komandalardan biri Bərdənin Şahzadələr komandasıdır. Şahzadələr komandasının kapitanından xahiş edərdim, komanda üzvləri ilə bizləri tanış edərdi. Əvvəla hamınızı salamlayıram. Komandamız 4 nəfərdən ibarətdir. Ədlova Tünzalə, Sarıyeva Tərcə, İsmailov Müslüm və kapitan mən Mustafayeva Sevinç. İndi isə yarışmanın digər iştirakçısı olan komandanı sizlərə tanış etmək istəyirdim. Qeyd edim ki, bugünkü yarışma gününün təmsil edən digər komanda isə Ağcabədi rayonunu təmsil edir. Komandanın adı Oğuzdur. Oğuz komandasının kapitanından xahiş edərdik, komanda üzvləri ilə bizləri tanış edərdik. İlk öncə sizləri salamlayıram. Bizim komandamızın adı Oğuz, 4 nəfərdən ibarətdir. Məmmədov Əli, Mənsimli Fatimə, Məmmədov Yeganə və mən komandanın rəhbəri Məmmədov Aysu. Əziz tamaşaçılar, mən bugünkü yarışmamıza başlamazdan öncə istərdim yarışmanın quruluşu barədə həm sizlərə, həm də yarışma iştirakçısı olan komandalara qısaca məlumat verim. Qeyd edim ki, biz bugünkü yarışma günündə 3 mərhələ oynanacaq və hər mərhələdə sizlərə 7 sual təqdim olunacaq. Hər suala doğru cavab verdiyiniz təqdirdə 10 xal qazanacaqsınız. Suala cavab verməmək şansınız da vardır. Bu halda siz xal qazanmayacaqsınız. Lakin təqdim etdiyimiz suala səhv cavab verdiyiniz təqdirdə isə topladığınız xaldan 5 xal silinəcəkdir. Qeyd edim ki, digər yarışma günlərindən fərqli olaraq bugünkü yarışma günündə ikinci yeri tutan komanda keçid mərhələsinə vəsiqə qazanmayacaq. Yalnız ən çox bal toplayan komanda, yəni ümumi nəticədə ən çox xal toplayan komanda birbaşa əsas mərhələyə vəsiqə qazanacaq. Kimin sualı var? Elə isə yarışmaya başlaya bilərik. Mən birinci mərhələnin başlandığını elan edirəm. Diqqətli olun, birinci mərhələnin birinci sualını səsləndirirəm. Türk dilləri ailəsi neçə dil, şivə və ləhcədən ibarətdir? A variantı 27, B variantı 41, D variantı 33, Y variantı 46. Vaxt getdi. Sualı bir daha təkrar edirəm. Türk dilləri ailəsi neçə dil, şivə və ləhcədən ibarətdir? A variantı 27, B variantı 41, D variantı 33, Y variantı 46. Vaxt bitdi. Komandalar cavab variantlarını təqdim etsinlər. Təqdim etdiyimiz birinci suala komandalardan heç biri cavab vermək istəmir. Birinci sualın doğru cavabını elan edirəm. Türk dilləri ailəsi 41 dil, şivə və ləhcədən ibarət idi. Sualın doğru cavabı B bəndi idi. İkinci sualı səsləndirirəm, diqqətli olun. 1918-ci il mart soyqırımında ən çox ziyan çəkən qəza hansıdır? Təbii ki, söhbət Azərbaycandan gedir. Variantları səsləndirirəm, diqqətli olun. A variantı Şamaxı, B variantı Lənkəran, D variantı Salyan, Y variantı Yevlax. Vaxt getdi. Sualı bir daha təkrar edirəm. 1918-ci il mart soyqırımında ən çox ziyan çəkən qəza hansıdır? A variantı Şamaxı, B variantı Lənkəran, D variantı Salyan, Y variantı Yevlax. Vaxt bitdi, komandalar cavablarını təqdim edə bilərlər. Sualımıza Bərdənin Şahzadələr komandası A variantını, Ağcabədinin Oğuz komandası isə Y variantı cavabını təqdim edir. Mən isə sualın doğru cavabını elan edirəm. Sualımızın doğru cavabı A bəndi idi, Şamaxı qəzası. Diqqətli olun,
Birinci mərhələnin 3-cü sualını səsləndirirəm. Azərbaycan ədəbiyyatında ilk mənzum və allegorik dram əsəri hansıdır? A variantı Kişmiş oyunu, B variantı Poçt qutusu, D variantı Danabaş kəndinin məktəbi, Y variantı çay dəstgahı. Vaxt getdi. Sualı bir daha təkrar edirəm. Azərbaycan ədəbiyyatında ilk mənzum və allegorik dram əsəri hansıdır? A variantı Kişmiş oyunu, B variantı Poçt qutusu, D variantı Danabaş kəndinin məktəbi, Y variantı çay dəstgahı. Vaxt bitdi, komandalar cavab variantlarını təqdim etsinlər. Sualımızın doğru cavabını elan edirəm. Qeyd edim ki, təqdim etdiyimiz bu suala görə Ağcabədinin Oğuz komandası xal qazanmır. Bərdənin Şahzadələr komandası isə 10 xal qazanır. Sualımızın doğru cavabı Y bəndində göstərilmiş çay dəstgahı idi. Diqqətli olun, birinci mərhələnin 4-cü sualını səsləndirirəm. Sahəsinə görə ən böyük Türk Respublikası hansıdır? A variantı Türkiyə, B variantı Özbəkistan, D variantı Qazaxıstan, Y variantı Türkmənistan. Vaxt getdi. Vaxt bitdi, komandalar öz seçimlərini etsinlər. Təqdim etdiyimiz bu suala Ağcabədinin Oğuz komandası cavab verməkdən imtina edir. Bərdənin Şahzadələr komandası isə sualın doğru cavabının D variantında olduğunu fikirləşir. Bəs həqiqətən də doğru cavab D variantındadırmı? Qeyd edim ki, Bərdənin Şahzadələr komandası bu suala görə 10 xal qazanır. Sualın doğru cavabı D bəndi idi, Qazaxıstan. Diqqətli olun. Birinci mərhələnin 5-ci sualını səsləndirirəm. Şotlandiyanın milli emblemi nədir? A variantı Cecil, B variantı Daffodil, D variantı Laylaq, Y variantı Rose. Vaxt getdi. Sualı bir daha təkrar edirəm. Şotlandiyanın milli emblemi nədir? A variantı Cecil, B variantı Daffodil, D variantı Laylaq, Y variantı Rose. Fikirləşmək üçün hələ ki vaxtınız var. Vaxt bitdi, komandalar cavab variantlarını təqdim etsinlər. Ağcabədinin Oğuz komandası cavab vermək şansından imtina edir. Bərdənin Şahzadələr komandası isə sualımızın doğru cavabının A bəndində olduğu fikrindədir. Qeyd edim ki, sualın doğru cavabı A bəndində göstərilmiş Cecil idi. Birinci mərhələnin 6-cı sualını səsləndirirəm, diqqətli olun. İkinci Dünya müharibəsi zamanı Alman ordusu müttəfiq qoşunlara qarşı harda son əks hücuma keçdi? A variantı Berlində, B variantı Stalingradda, D variantı Normandiyada, Y variantı Ardendə. Vaxt getdi. Sualı bir daha təkrar edirəm. İkinci Dünya müharibəsi zamanı Alman ordusu müttəfiq qoşunlara qarşı harda son əks hücuma keçdi? A variantı Berlində, B variantı Stalingradda, D variantı Normandiyada, Y variantı Ardendə. Vaxt bitdi, komandalar seçim variantlarını etsinlər. Sualımıza hər iki komanda A variantını təqdim edir, doğru cavab olaraq. Mən isə sualın doğru cavabını elan edirəm. Qeyd edim ki, sualımıza hər iki komanda səhv cavab verib. Sualın doğru cavabı Y bəndində göstərildiyi kimi Ardendə idi.
Diqqətli olun, birinci mərhələnin son sualını səsləndirirəm. Amerika Birləşmiş Ştatlarının Azərbaycana silah satışı üzrə qoyduğu qadağa nə vaxt ləğv olundu? A variantı 2004-cü ildə, B variantı 2002-ci ildə, D variantı 2001-ci ildə, Y variantı 2005-ci ildə. Vaxt getdi. Sualı bir daha təkrar edirəm. Amerika Birləşmiş Ştatlarının Azərbaycana silah satışı üzərinə qoyduğu qadağa nə vaxt ləğv olundu? A variantı 2004-cü ildə, B variantı 2002-ci ildə, D variantı 2001-ci ildə, Y variantı 2005-ci ildə. Vaxt bitdi, komandalar öz seçimlərini etsinlər. Qeyd edim ki, komandaların hər ikisi təqdim etdiyimiz suala səhv cavab verib. Doğru cavab isə B bəndində göstərilmiş 2002-ci ildə idi. Bununla da birinci mərhələ başa çatır. Mən birinci mərhələdən sonra komandaların topladıqları xalları elan edəcəm. Bərdəni təmsil edən Şahzadələr komandası birinci mərhələdən sonra 30 xal toplayıb. Çox təəssüf ki, birinci mərhələdən sonra Ağcabərdini təmsil edən Oğuz komandası isə hələ ki xal toplamayıb. Bununla da birinci mərhələ sona çatır, keçid alırıq ikinci mərhələyə.